Etdiyin ya. Az mən etdiyim yaxşılıq eləsin, səhifəmdə paylaşarım da lan. Ay kız elə səhifəmdə paylaşarım da lan. Hamı da görər da lan. Səhifəm haqqında bir dənə video paylaşsam bir günə 200 min, 300 min baxış olur. Bir də dur belə eləyim 1 milyon baxış gəlir. Baxın da səhifəmə. Gün səhifəmdə paylaşsam da hamı görər. Bir var canlıda 7 min insan görür. Bir də səhifədə paylaşsam 300 min, 400 min, 500 min, 1 milyon insan görür. Salam. Aycan baboş. Necəsən? Canlıdayım mən hal-hazırda. Oy, nə yaxşı. Bəs siz gəlirdiniz Bakıya? Xeyr, sən gəlməliydin. Mən səninlə qayıtmalıyam. Yox, mən hoş gəlginə bərabər qayıdarıq da dərdiyə. Mən cəzamı eləməyə razıyam. Gəlginəm, problem deyil. Bu mən gəlim birinci. Hə, birinci sən. Və mən uçanda demədim ki, ay dünya. Sən niyə gedib uzuzdurdun Sakoya? Uduşmayardın. Yox, mən səninlə oyunumu deyirəm. Belə demədi də, belə danışmadı. Çünki elə oldu, nə bilim. Hə, da sən Bakıya olsa uduzmamısan Bakıya gəlməyə. Hə, uduzmuşam onu. Hə, Bakıya gəlin bərabər qayıdarıq da. Mən... Bakıya gəlmirsənsə, atment eləyə bilərik cəzaları. Nədə atment eləyə bilərik? Yəni, belə eləyə bilərik də, başa-baş eləyə bilərik. Onda mən Sakonu üçün eləməyəcəm, sən də mənim üçün eləməyəsən. Sən bunu Sakoyla danış, mən bilmirəm, axı mən Sakoya deyirəm. Və başa-baş deyirsən axı, başa-baş deyirsən eləyə bilərəm. Başa-baş elə də deyirəm ki, mən cəza eləməyəm, dünya gəlmir, bəldiyə gəlməliydi, gəlmir, bura-bura, mən onu gözləyirəm falan filan, belə. Aha, aydın, mənim xəyalım idi axı. Allah, mən bilsən niyə ondan, mən başqa qızlara deməmişəm. Çünki başqa qızlar sənin kimi ürəkli ilə cəza eləyə bilməyəcək. Sən cəzanı, sən cəzanı bilsən niyə? Sən cəzanı ürəkli eləyirsən, maraqlı və qəşəng eləyirsən. Allah haqqı. Saçını qıvırdı deyə sən də qəşəng alınacaq. Mən eləyərəm, nə üçün problemdir? Özün bilirsən ki, mən dedim də, dedim eləyim. Mən bilirsən cəzaları promoya eləyirəm. Eləyən adamam. Bax, əgər planın varsa, belə bir şey eləmək istəyirsənsə, arzunsa, gəl Bakıya bərabər qayıdıb, gedim sənin üçün cəzalı eləyim. Demirəm, amma Bakıya gəl burada eləyim. Deyirəm ki, gedim rayona səndən bərabər o cəzalı eləyim. Heç nə, gələrəm, onda məndən qayıdarsan. Yaxşı. Kıskanç. Yox, barışmayıblar uşaqlar. İndi olur da ya, seviblər bir-birlərini. Mən elə istəyirəm ki, kıskançlıq var burada. Kıskanır. Boş. Mən demirəm o sadə pis qızdır. Nəyəsə var. Mən sadəcə fikrimi dedim ki, dünya biraz maraqlıdır. Dünyanın cəzalarına baxmısınız? Necə ürəklə cəza eləyir? Ürəklə. Amma bunu deyirsən belə bu eləyəmir. Bu təzədir də TikTokda. Bilməm bəlkə zamanın ürgücü. Mən fikrimi demişəm. Hə, bilin gətir yeyim. Hamama koyalım. Yox, mən onda sabah gedim, bu gəlsin, tez olanın o deşikləri tutsun, çardağın. Mən durum, mən maşınımı bu sürsün. Evdənizi də götürüm, gedim şeyə. Deyir, əvəzləşdirə də bilərik də. Deyir, əvəzləşdirə də bilərik də uşaqlar. Yəni, Sakoyla əvəzləşdirə də bilərsən. Mən gəlməyim, sən də getmə Bakıya. O telefonu zəngin alım, yəni reklamlarımı mən bezdirlər. İnsan elədiyini deyir, nə sualların verdiğini sorar bilməz. İnsan elədiyini çəkib paylaşmaz. Benim görmüsünüz? Görmüsünüz ya. O qədər bax, qoşub yığmışam ki, görmüsünüz səhifəmdə paylaşım. Xoşlamıram mən onu. Dünya dedi ki, İstəsənlə əvəz eləyə bilərik. Sən Sakon cəzasını eləmə, Bakıya gəlmə, mən də gəlməyim.
Ya istəyirsənsə, sən gəl, mən səndən qayıdım deyə Bərdiyə. Qayrıq eləyim. Amma hələ danışmamışlar. Dünya demiş ki, uduzdan da səhər gələcək. İndi də belə. Yoxsa yenidən axıra bir gəlsin. Satın məni yığır. Ko. Ne oldu? Ne dedim ki ben? Ne dedim ki? Dünya dedi ki, istəsən başa-baş eləyə bilərsiniz də yanınızda. Dedi, Sakoya denən gör razılaşıb, dünya elə dedi. Ha, Allah haqqı, Quran haqqı dedi, denən gör razılaşır, başa-baş eləyək, ya mən gəlməm, ya sən gəlmə. Allah haqqı elə dedi. Hə, dedi ki, görüb razılaşır. Ya da zor olur. Onda mən gəldim bak, yaxşı. Amma dünyada mənlə qayıdışıq. Saçın yüzüne değse telini kıskanırım. Birine söz söylesen dilini kıskanırım. Saçın yüzüme değse telini kıskanırım. Birine söz söylesen dilini kıskanırım. Kıskanırım seni ben, kıskanırım kendimden. Bu nasıl aşk Allah'ım derdinden. Kıskanırım seni ben, kıskanırım kalbimden. Bu nece eşk Allah'ım, öleceğim derdinden. Allah, mahnı qutar bir dənə söz deyil. De. Qulaq as. Sana danışılır. Əgər elə söz deyibsə, mən də prinsipə deyirəm ki, yox, sən Bakıya gələsən. Əgər deyibsə Sakoya gördəkidən nə olur? Mən də indi açığa səni ayı paltarında gətirirəm. Sən deyirsən, qısqanırsan birimiz. Davay ya. Mən mahnı oxudum, sənin adın Cəmiyyət mi? At çəkdim. Ay bacı, bura bax, at çəkdim. Yox, at çəkdim, qardaş. Hakan Pekar'ın mahnısını kıskanırım seni, ben okudum. At çektim ki Sako kıskanır. Ben mahnı da okumuşam. Dur bakçaya gel. Usta gelir, səhər çıxacağım Sako. Yox, səhər mən deyirəm. Oo kaka, yok bu kərki məşadı usta bu gecə çıxır. Ha kaka, ya indi ya da ki, nə bilim Usta beyəcə çıxır Sako. Allah haqqı gəl cəzam eləyəcəm, mən çıxaradan bölüm, gəlib eləyəcəm. İstəmirəm, bugün demişdik. Niyə bugün eləm? Gələcəm də kaka, Allah haqqı gələcəm. Bir gün gecə olsun, amma ləyaqlı olsun da gələcək. Ev yoxda bir gün gecə. Ən yaxşısı belə eləyək, belə eləyək. Gələsən, Bakıda dayanırsan, aləm. Yaxşılıq elədim, bəlkə getdik şeyə, Şaxdağa. Sənə danışmayım, izləyicilərimlə danışmayım. Ad boy ver sən, ad boy ver. Ad boy ver, ad boy ver, ad boy ver, sən arsız danışmayım. Bəlkə bağışdırdım. Bir yaxşılıq olsun. Gedirəm bax, hələ mi? Bəlkə qəşək oldu. Qəşək əsməyə. Evdən, hazırlaş evdən. Gedirik, go to Baku. Başlıdan onlar. Başlasam yaman olar. Böyük keşiş görürüm. Allah'ın olsun. İnşallah barışarlar. İnşallah. Bakacağım da orada uşaqlar. İnşallah bir keşke məbrimdə arası sürpriz eləyəcəm də, qabaqaq. Sakın üzüme değse dilini kıskanırım. Özümü gösterip ezen sen kameranın qabağına çekiyorum. Salam. Abla sen özümü niye göstərirəm ha? Sen beni görəndə o effekti qoyursan ki, qəşəng görsənim. Buranı andısın, yox. Mən bayaqdan söhbət edirəm burada. Mənə baxaya dəstəkçin getdi. Keşfətdə çıxmış deyə qarşıma. Sen de baxırdın. Deyirəm ay seversin. Gecə gündüz oturub məni izləyirsən, dəstəkçin. Yo, Allah Ancaq sən nə video çəkiliş, mən bir navadı çəkimsən. Ara gecəliş bülmürə. Allah səni sağ. Çıxardır ezbər. Dilinlə deyir ki, ancaq sən izləyir, dəstəkçin getdi. Deməli sən oturub mənə baxırsan. Boynuna al. Sənə baxıram amma Allah haqqı pis niyyətlə baxmıram da. Yəni qarşıma çıxır, mənə də maraqlı gəlir baxıram. Maraqlıyam da baxırsan. Gözüm maraqlıyam. İşte tez boy. Saçından qıvırmayız. Yəni maraqlı olduğum üçün baxıram da yəni.
Eşidir ki kıvırcık saçlardan hoşum geldi, saçını kıvırttırıp. Aa. Madiyelinde söylüyorum. 22 yaşım var, mahallede değil. 40 yaşında değil. Allah bilir 22 yaşım var. Dostlar ekran tıklayın ne var? Yok. 40 yaşı var ya, ben de bilmem. Uşaqlıdır, elimle baxanda. Evet, bunu söyledim ben. Ben renkten tez açılmıştım. Mən böyük görsənirəm. Ay kız, sen televizyona çıxanda, biz uşaq idik sağa baxanda. Yalan demə. Oldu sağa baxıldı. TikTok yok, bir şey yok idi onda. Gözəlləşmiş çox sən. Özündən asıl deyil, o məni istəyir. Məni görürüm uşağım. Görətən nazlanırım abi, baxarı saçım belə. Değil o. Axır ki inşallah kesin axır ki sen görürsen. Hə, axır ki sən görəcəm dedi. Boy çox sağ ol. Dostlar keçəkdən nə var? Keçə bilməm. Keçə bilməm. Mən onun yanına gedim, baxışlarına baxarsınız. Hay Allah. Nə baxışlar? Ona şokdayım da. Bax siz kızlar beləsiz, boynuna almayansız. Əvvəl günü nə tərdə baxla? Bax siz kızlar beləsiz, sevən aşığı tərk edərsiz. Nə mi başsan da lan? Bu sevdalar boşuna be, bu sevdalar boşuna. Ben alım. Çay sen. Hı? Çay buziş. Bu sevdalar. Bu qədər adam. Ay qardaş, məni çox istəyirlər də. Deyirsən bu qədər adam buna niyə baxır? Bəs sən niyə baxırsan qaqa? Bir onu da deyirlər, sən də canımdasansa. Eldəniz yazır ki, mən çıxın, bəzi adamların səsi başıma düşür. Mənim səsim, ay Eldəniz. Eldəniz mənim ürəyimdir. Hazırlaş Eldəniz, birazdan gəlir səni götürək. Hə. Hökməli, çox sağ ol. Teşekkür qoqum, sən də mənim ürəyimsin. Eldəniz mənim. Sevdalar boşuna. Ças üzüm. Xeyr, qarnım da biz elə dostlar deyirik. Nədir, Eldənizin evində yemək mi yoxdur? Eldənizin evində yumurta mı yoxdur? Pendir mi yoxdur? Et mi yoxdur? Onların içində tanınmış fenomen mənim. Ona görə Allah'a şükür çox gözəl də yeyir, yeməyi də var, içməyi də var. Hökmənə çox sağ ol. Niyə elə deyəsən ki, qarın dostudur? Mənim bir dostum ola bilməz. Ças üzüm. Arif deyə elə söz danışmayayım. Eldənizin həmişə yemədə, mən Eldənizin evində nə qədər dəfələrlə kifdə yemişəm, dolma yemişəm. Hələ də onun anası bir kələm dolması pişirir, inan 5 parmağın peşində yeyirsən. Nələr yeməklər, soz yemişəm. Olur da. Mən saxlayıram, mənim tövğüm ördəyim çoxdur. Heç vallahi Eldəniz ördək yemir. Dilini də vurmur ördəyə. Mənim evimdə çoxdur, saxlayım, dedim ki, 2 qaqı yeyək. Tək yeyəndə ləzzət eləmir. Eldəniz yaxşı insandır. Məftun da onun kimi. Xətrinə dəymin heç birinin. Hə. Sakonu yığım mən. Bu sevdalar boşuna be, bu sevdalar boşuna. Ben alım. O şöylelerim çıkacak, hamsını getireceğim sana. Yazıq Məftun, buradasan Məftun, danış, elə yazırlar. Dostumun qulluğunu eləmək, mən bu qulluqçu olum. Niyə Məftun Biz bana? yeyirik tamam. Buna da öz evimizdir da. Burada kim var? Məftun da ki, kömək elə, niyə elə deyirsiniz? Gəldi. Mənlə bir yerə getsən, 50 dəfə cibinə atırsan. Hə, mübariz. Ben səni gözləyirəm, mən bayaqdan, canlıdaydım. Ha, səni gözləmə. Ha, göndər.
Ha. Dostumla oturmuşam, canlıdayam. Ha. Hə. Göndərsən yemləri, taxılları. Nə qədərə gələr? Hə. 2 dənə taxıl, bir dənə yox. Mən elə dedim, mən sana nətər dedim? İki taxıl, iki yem. Yo, qardaş, qoy mən sana deyim, bax. 3 dənə yem göndər. Hə. 2 dənə taxıl. Yo, 30'luqdan yox, 30'luq istəmirəm, 20'likdən. Bizdə Hə, 30'luq onunla. Daha şey. 2 taxıl, 2 dənə də taxıl göndər, 2 tayda taxıl. 2 yem də. Var. Hə. Mən ondan alamıyorum şey. Uşaqlar alıram kom, sonra pulunu veririm. Ne yazıb? Yo, bəlkə saat 11'də girmiş. Heç biri məni qoşmur. Axşam gəlmir də oyunda olur. Bir də elə olar ki, işi çıxır. Hə, Leyla xanım.